Salam, mən İntiqam Quliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Geoloji Kəşfiyyat fakültəsində təhsil alıram və 3-cü kurs tələbəsiyəm. Eyni zamanda da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Tələbə Gənclər Təşkilatının sədri olaraq fəaliyyət göstərirəm. Bu gün universitetimiz haqqında sualları cavablandıracağam. Sizcə, birinci kurs tələbələri ən çox hansı mövzularda yanılırlar? Mən düşünürəm ki, birinci kurs tələbələri ən çox yanıldığı məqam ondan ibarətdir ki, universiteti yalnız imtahan, dərs, qiymətdən ibarət görürlər, amma düşünürəm ki, universitet şəxsiyyəti inkişaf etdirə biləcək ən doğru bir seçimdir. Birinci kurs tələbələri bir çox vaxt düşünürlər ki, illər daha gec keçəcək, mən bu illər ərzində özümdə daha çox formalaşdıra bilərəm. Yalnız sonuncu kurs tələbələri və diplom olan tələbələr artıq mənimlə razılaşar ki, universitetdə illər çox tez keçir və bu aralıqda tələbələr əgər təxirə salırlarsa öz planlarını, bu çox böyük bir səhvdir. Ən çox yanıldıqları məqam düşünürəm bundan ibarətdir və bu illər ərzində özlərini tam şəkildə inkişaf etdirməlidirlər. Burada oxumaq səndə nələri dəyişdi? Adnusda oxumaq həm tələbələrin nəzəri biliklərinə yanaşı, eyni şəkildə komanda və liderlik bacarıqlarını inkişaf elətdirən də bir universitetdir. Bu universitetdə müxtəlif təşkilatlara üzv olaraq bu bacarıqları inkişaf elətdirmək mümkündür. Eyni şəkildə mən düşünürəm ki, tələbə hansı təhsil müəssisəsində təhsil almasından deyil, orada özünü necə inkişaf etdirməsi əsasdır və mənim üçün də Adnusu bu fəaliyyətlərimi, bu bacarıqlarımı inkişaf elətdirməyimdə ən əsas yerdir deyə düşünürəm. Bu universitet haqqında sizə ən çox verilən sual nə olub? Universiteti bitirdikdən sonra sokarda işi düzələcəksən. Universitet həyatınız gözlədiyiniz kimi keçirmi? Açığı, universitet həyatını biraz təşkilat sədri olaraq digər tələbələrdən daha fərqli keçirdirəm. Hansı ki, daha çox rəhbərliklə daha sıx əlaqədə olaraq tələbələrin maraqlarını, onların necə deyim, sosial tərəflərini biz fəaliyyətlərini tənzimləyirik. Bu da təbii ki də gözlədiyimdən daha artıqdır deyə düşünürəm. Çünki abituriyent vaxtında heç təsəvvür etməzdim ki, Adnusuda hər hansı bir təşkilat sədri olaram və burada məhz tələbə kimi yox, tələbələrin fəaliyyətlərini tənzimləyən bir sədr kimi fəaliyyət göstərdiyimi heç düşünməzdim. Bu səbəbdən də gözlədiyim kimi keçmir, açıq ondan artığı keçir. Mən eyni şəkildə tövsiyə edirəm ki, tələbələr müxtəlif təşkilatlara, proqramlara qoşularaq artıq özlərini gələcəkdə olan işlərinə birbaşa olaraq inteqrasiya edərək özlərini hazır vəziyyətə gətirsinlər. Çünki bir çox tələbələr bildirir ki, mən artıq işə qəbul olmaq istəyəndə müsahibə prosesində iş təcrübənizi soruşurlar və heç bir cavabım olmur. Bu daha çox 4-cü kurslardan bizə müraciət olunan suallardan biridir ki, biz artıq 4-cü kursuq, amma təşkilata üzv ola bilərikmi? Yəni, təşkilatlara hər hansı bir proqrama üzv olmaq üçün heç bir məhdudiyyət yoxdur. Bizlə artıq ixtisas artırmada olan tələbələr, magistr tələbələri belə fəaliyyət göstərmək istəyirlər. Yəni, bu birbaşa olaraq təcrübənin artırılması üçün, yəni tam tələbələr üçün əla fürsətdir deyə düşünürəm. Universitet karyera qurmaqda sizə necə dəstək olur? Hal-hazırda bizim universitetdə Məzunlarla İş və Karyera Mərkəzi fəaliyyət göstərir və bu mərkəzdə sırf tələbələrin karyera yönümlü inkişafına dəstəkləyəcək müxtəlif seminarlar, müxtəlif təcrübə proqramları paylaşılır və düşünürəm ki, tələbələr üçün bu əla fürsətdir və öz karyeralarını qurması üçün sırf oranın fəaliyyətlərində qoşula bilərlər və özlərini tam şəkildə inkişaf etdirə bilərlər. Abituriyent illərinə qayıtsan, yenə də bu universiteti seçərdinmi? Açığı, Adnusu mənim uşaqlıq arzum olub. Eyni şəkildə vurğulamaq istəyirəm ki, mən Adnusunun nəzdində Bakı Neft Energetika Kollecinin məzun olmuşam və fərqlənmə diplomu ilə bitirmişəm. Birbaşa olaraq imtahansız Adnusunu seçmişəm. Yəni, onu da qeyd etmək istəyirəm ki, digər universitetlər seçimlərimdə də var idi, amma yalnız Adnusunu ödənişli və ödənişsiz olmaqla seçmişdim ki, məhz Adnusuya daxil olmaq istəyirəm. Ona görə də yenidən seçim şansım olsaydı, yeni Adnusunu seçərdim. Bu universiteti seçmək istəyən abituriyentlərə nə demək istərdiniz? Abituriyentlər daha çox düşünürlər ki, və bu öz başıma da gəlib açığı, Adnusuda daxil olan tələbələr həmişə kəsilirlər və yaxud imtahanlar çətin olur. Buna cavab vermək istəyirəm ki, yəni bu heç də gözlədiyimiz kimi deyil açığı. Çünki öz başıma da gəldiyi üçün və mən də artıq 3-cü kurs tələbəsi olduğum üçün deyə bilərəm ki,
təbii ki də fakültədən də asılıdır bu. Yəni dərslər çox da normasındadır. Eyni şəkildə mən həmin Adnusunun kollecində də təhsil aldığım üçün deyə bilərəm ki, mühazirələr demək olar 70%-ə qədər eyni əsaslıdır. Bu səbəbdən də bu əsas doğru deyil deyə düşünürəm və abituriyentlər digər tələbələrə və yaxud abituriyentlərə fikirlərini qulaq asıb bir seçim etməsinlər. Yalnız öz düşüncələrinə uyğun olaraq məncə seçim etsələr daha üst pillələrə qədər qalxa bilərlər deyə düşünürəm. Bu universiteti digər universitetlərdən fərqləndirən əsas cəhət nədir? Adnusuda bir çox mübadilə proqramları mövcuddur. Bu mübadilə proqramları çərçivəsində tələbələrimiz orada qeyd olunan kriteriyalara uyğundursa, müxtəlif ölkələrdə mübadilə prosesləri nəticəsində müxtəlif ölkələrin universitetlərində semestrlıq dərslərini davam edə bilərlər. Eyni şəkildə Adnusuda EAZ kitab evi mövcuddur. Hansı ki, bu qeyd edilənləri tam şəkildə əhatə edə biləcək resurslar tam olaraq orada mövcuddur. Tələbələrimiz bütün resurslardan tam ödənişli şəkildə istifadə edə bilərlər. Eyni şəkildə də bu onların həm tədris, həm də özünü inkişaf etmə fəaliyyətlərinə tam şəkildə imkan yaradacaqdır. Son olaraq bizə və abituriyentlərə nə demək istəyərdin? İlkin olaraq sizə dəvətiniz üçün təşəkkürümü bildirirəm. Abituriyentlərə isə imtahan sessiyasında uğurlar arzu edirəm və istənilən hər hansı bir ali və orta təhsil müəssisəsini seçdikləri zaman sırf öz düşüncələrinə uyğun olaraq seçməklərini onlara məsləhət bilirəm. Çünki vurğuladığım kimi hər hansı bir kənar fikirlər olduğu zaman bu artıq abituriyentlərdə fikir qarşılığı yaradır və onların fikirlərinə maneçilik törədir və bu da düşünürəm ki, abituriyentlərə qarşıdakı illərdə bir problem kimi geri dönəcəkdir. Hər birinizə uğurlar arzu edirəm. Adnusuda sizi gözləyirik.